28 aprel 2019-cu ildə buraxılış imtahanında istifadə olunmuş belə bir sual nümunəsinə baxaq. Ədədi silsilədə ikinci və 10-cu hədlərin cəmi 26 olarsa, silsilənin ilk 11 həddinin cəmini tapın. Əvvəlcə n-ci hədd düsturunu yazaq. A-n bərabərdir A1 üzərinə gəlinsin n-1 vurulsun D. İlk n həddin cəmi düsturunu isə S-n bərabərdir 2A1 üzərinə n-1 vur D bölünsün 2 vurulsun n şəklində yazarıq. İkinci və 10-cu hədlərin cəmini yazsaq, A2-ni, yəni ikinci həddi A1 plus D, çünki n-in yerinə 2 qoyuruq, n-1 vur D. Üzərinə gəlinsin A1 üzərinə gəlinsin 9D. Bərabərdir 26-dır. S11-i yazsaq isə yazarıq ki, necə? 2A1 üzərinə 10D bölünsün 2 vurulsun 11. Bərabərdir. Bu cəmi toplasaq 2A1 plus 10D-ni verəcək bizə. Onu da gətirib yerinə 26 böl 2 vur 11 yazarıq. Bərabərdir cavab. 26 ilə 2 gedəcək 13. 13-ü 11-ə vursaq 143.